Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhər ərazisindən keçən hissəsində növbəti geniş miqyaslı iməcli işləri həyata keçirilib. Görülən işlər şəhərin ümumi görünüşünün daha da yaxşılaşdırılması, yol ətrafı ərazilərin abadlaşdırılması və yaşıllıqların qorunması istiqamətində aparılan tədbirlərin davamıdır. İməcli işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi tərəfindən təşkil olunub və həyata keçirilib. İdarənin əməkdaşları yolun şəhər ərazisindən keçən hissəsində yol ətrafı sahələrdə təmizlik, abadlıq və yaşıllıqlara qulluq işləri aparıblar. Səhər saatlarından etibarən əraziyə cəlb olunan əməkdaşlar yol kənarlarında yaşıllıq sahələrinə qulluq göstərilməsi və ümumi abadlıq işlərini həyata keçiriblər. Bu cür iməcliklərin şəhərin əsas giriş-çıxış istiqamətlərindən biri olan Bakı-Quba yolunun ətrafında keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki magistral yol təkcə nəqliyyatın intensiv hərəkət etdiyi əsas arteriyalardan biri deyil, həm də şəhərə daxil olan və şəhərdən çıxan insanların ilk diqqət yetirdiyi məkanlardan biridir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi bu istiqamətdə gördüyü sistemli və ardıcıl işlərlə şəhərin simasının qorunmasına mühüm töhfə verir. İdarənin əməkdaşları yalnız mövsümi iməcliklər zamanı deyil, gündəlik fəaliyyət çərçivəsində şəhərin yaşıllıq sahələrinin, park və küçələrinin, yol ətrafı ərazilərin abad və səliqəli saxlanılması üçün böyük zəhmət göstərirlər. Yaşıllaşdırma İdarəsinin fəaliyyətinin əsas xüsusiyyətlərindən biri şəhərin müxtəlif ərazilərində işlərin planlı və operativ şəkildə həyata keçirilməsidir. Xüsusilə magistral yolların ətrafında aparılan təmizlik və abadlıq tədbirləri şəhərin ümumi estetik görünüşünün formalaşmasında mühüm rol oynayır. Bakı-Quba yolunun Sumqayıt ərazisində yerləşən hissəsində görülən işlər də bu baxımdan diqqət çəkir. Yol boyunca ərazilərin təmiz saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi və abadlıq işlərinin aparılması həm şəhərin vizual görünüşünə, həm də ekoloji mühitə müsbət təsir göstərir.